Prezident seçkiləri ilə əlaqədar 6000-dən çox məntəqə dayanıqlı internetlə təmin olunub, 1000-dən çox məntəqədə isə kamera quraşdırılıb. Bu barədə dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin 3-cü zirvə toplantısında xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin rəis müavini Allahverən İsmailov məlumat verib. Bildirib ki, müasir qurğu və avadanlıqlar qarşıdan gələn bir neçə 10 illiklərdə onlardan istifadə imkanı yaradacaq. Allahverən İsmailov həmçinin seçkilərlə əlaqədar xüsusi rabitə və informasiya təhlükəsizliyi xidmətində işçi qrupun yaradıldığını və Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı əməkdaşlığı davam etdirdiklərini diqqətə çatdırıb. Azərbaycan dövləti, Azərbaycan prezidenti, sizin gənclərimiz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bizim xidmət, Mərkəzi Seçki Komissiyası, bir çox özəl qurumlar işçi qrupuna daxil olmuşdu. Çox qısa müddət ərzində, deməli, 6000-dən çox məntəqə, hər biri müasir informasiya kommunikasiya texnologiyaları və dayanıqlı internetlə təmin olundu. 1000-dən çox məntəqədə kameralar quraşdırılmışdı. Tətbiq olunan avadanlıqların hamısı ən yeni nailiyyətləri özündə birləşdirən qurğulardır.